İdi, imiş, isə hissəciklərin şalan. İdi, imiş, bir də isə. Bunların şəkilçiləşmiş forması. İdinin şəkilçiləşmiş forması nədir? D üstü 4, muş üstü 4, İsədə də sa üstü 2. Bu şəkilçiləşmə nəyə xatırladır? Şöyle şəkilçilərində var da. Bunlar ikisi zaman şəkilçisidir. Yəni keçmiş zamandır. Bu da nədir? Şərt şəklinin şəkilçisi eyni görünsə də, amma bunlar eyni deyil. İndi biz bunu necə fərqləndirəcəyik? Bax, birinci yazıram. Deməli, şəkilçiləri. Əgər bir feil zamanda hansı şəkildədir? Hansı xəbər şəklindədir? Xəbər şəklinin göstəricisi nə idi? Bütün zaman şəkilçiləri. Bəs biz necə fərqləndirəcəyik? Şəkil şəkilçisidir, yoxsa hissəcikdir? Bunun ən sadə yolu odur ki, şəkil şəkilçiləri ya kökə qoşulur birbaşa, ya da nəyə qoşulurdu? Başlanğıc formaya. Ya kökə, birbaşa kökə və yaxud da ki, başlanğıc formaya qoşulan nədir? Şəkil şəkilçisidir. Məsələn, ta ki, yazdı, yazılmışdı. Yazdı sözün yazmaq sözün köküdür. Bax, birbaşa kökə qoşulan d nədir burada? Zamandır, bəli. Hansı şəklin göstəricisidir? Xəbər şəklinin. Yəni, burada idi ola bilməz. Yazmaq sözün köküdür. Yazmaqda nə düzəlib? Yazılmaq, məhsul növ şəkilçisi. Buradakı başlanğıc formamız nədir? Yazıldı. Burada da başlanğıc formaya kök üstü düşür, deyə bilərsiniz. Deməli, birbaşa başlanğıc formaya qoşulan nədir? Mış nədir? Keçmiş zamandır. Buna imiş deyə bilərik, imiş hissəci deyə bilmərik. Bəli, buradakı da nədir? İdinin qısaldılmış forması. İndi də deyəcəm onun haqqında. Bu deməli, şəkil şəkilçisi, bir də sasə, bax birbaşa. Yazsa və yaxud da ki, yazılsa. Sözün kökü nədir? Yazmaq, yazsa birbaşa kökə qoşulub, yazmaq, yazılmaq birbaşa başlanğıc formaya qoşulub. Bunlar nədir? Sasə bunlar nədir? Hər ikisində. Hər ikisində nədir? Şərt şəkli. Gəl indi hissəciklərdə necədir? Hissəciklərdə isə uşaqlar feil şəkillərindən sonra qoşulur. Bir feil neçə şəkildə ola bilər? Bir şəkildə. Baxın, bunu indi məsələn, həmin bayaqı burada yazsaq, yazmışdı, yazıbmış, bir də yazsaq, yazıbsa. İndi sözün kökü yazmaqdır. Birbaşa kökə qoşulanmış nədir? Kökə qoşulanmış nədir burada? Zaman şəkilçisi. Eləmi? Bu zaman şəkilçisidirsə, bu təzdən zamanda ola bilər, bu zaman ola bilər burada. İdini qısaldır. Bununla belə də yola çıxıb tapa bilərsiniz. Bir də indi dedik axı, birbaşa kökə qoşulan nədir? Yəni kökdən sonra dərhal gələn nədir? Şəkil şəkilçisidir, bəli, zaman. Yəni hansı şəklin göstəricisidir? Xəbər. Bax, buradakı mış oldu zaman, keçmiş zaman. Deməli, buradakı d təzdən keçmiş zaman ola bilməzdir, heç vaxt. Eləmi? Bir verilməsi zaman da ola bilər. Bir zaman şəkilçisi qəbul edib ola bilər də. Deməli, buradakı d nədir? İdi. İkinci qaydanı tətbiq edirik ki, deyirəm ki, hissəcik feil şəklindən sonra qoşulur. Bax, feil şəkli hansıdır buradan? Yəni, xəbər şəklini göstəricisi, eləmi? Feil şəklindən sonra qoşulan nədir? Hissəcik. Gələ indi bıraq. Yazmaq sözün köküdür. Bu nədir burada? Keçmiş zaman. Bu keçmiş zamansa, mış təzə keçmiş zaman ola bilər? Ola bilməz. İmişin qısaldılmış forması. Və yaxud da buna bir dənə indiki zaman yazım. Yazırmış. Sözün kökü yazmaqdır. Ör nədir? İndiki zaman. Bu indiki zamandadsa, təzdən qayıdıb keçmiş zamanda ola bilər. Deməli, buradakı mış nədir? İmişin qısaldılmış forması. Və yaxud da ikinci, və dediyimiz təzdən tətbiq edirik. Deyirəm ki, hissəcik şəkilçilərindən sonra qoşulur. Xəbər şəkli var. Xəbər şəkli var. Ondan sonra qoşulanlar hissəciklərdir. Yazıbsa sözündə də eyni qaydada isə hissəciyə. Sözün kökü nədir? Yazmaq. Öb nədir? Zaman. Zaman hansı şəkildədir? Təzdən bu qarıb şərtdə ola bilər. Xeyr. Deməli, bu xəbər şəklidirsə, bu nədir? Hissənin qısaldılmış olacaq.
Aydın oldu. İndi bəzən uşaqlar elə sözlər olur ki, bunları çaşdırmaq üçün belə bir. Məsələn, köçürsə sözü, köçürsə, bitirsə, bunu iki cür düşünmək olar. Burada diqqətlə qulaq asın. Məsələn, köçürsə sözün, bitirsə sözün iki cür düşünmək olar. Əgər köçürsə sözündə bir var, deyirsən ki, uşaq nə bilim yazını köçürsə, nə etsə, bir də var ki, filan kəs Bakıya köçürsə, nə edirsə. Əgər uşaq yazını köçürsə olsa, köçməkdən köçür, artıq başlanğıc formaya birbaşa qoşulan nədir? Şərt şəkli. Bir də var filan kəs Bakıya köçürsə, nə edirsə, köçməkdən ür burada zamandırsa, bir dəfə leksik olur, bir dəfə qrammatikdə, ür burada zamandırsa, bu avtomatik nə olacaq? İşlərini qısaldılmış olması. Bir var deyirəm ki, anam işlərini bitirsə, nə etsə, elə olsa, bitməkdən bitirmək, bu olacaq şərt şəkli. Bir də var deyirəm ki, məsələn, bağban ağacları bitirsə, orada da şey olur, ya artıq gül kolu bitirsə, nə edirsə, bitirsə, nə edirsə, indiki zaman, daha doğrusu indiki zaman salsə nədir? Hissəni qısaldılmış olmaz. Yəni, çaşdırmaq üçün bu tipli sözlərdə mütləq şəkildə diqqət yetirir. Bildiniz? Deməli, feil şəkil şəkilçisi nəyə qoşulur? Kök və yaxud da ki, başlanğıc formaya. Hissəciklər nəyə qoşulur? Şəkil şəkilçisindən sonra qoşulur. Bu qədər saat. Aydın oldu. Saxla video.